bizim varlığımızdır, söz bizi bir-birimizə tanıdandır, söz bizim güvənc yerimizdir, söz bizim ruhumuzdur və söz bir insanlığın təməl daşıdır. Öz əməlini, öz məsləyini sözə tapınan və söz xiridarları hər zaman durduqca yaşayacaq. Bu insanlardan biri dəyərli alim və bu insanlardan biri dəyərli şəxsiyyət Nəsir İmanquliyev işığındayıq bugün. Nəsir İmanquliyev mətbuatı əxlaqını, Nəsir İmanquliyev milli ideologiyanı, Nəsir İmanquliyev bir düşüncə sistemini özündə daşıyacaq bir ömür yaşadı və bugün biz onun ömrünə nəzər yetiririk. Əlbəttə ki, əsl araşdırmaçı və sözün əsl mənasında o dövrlərin bütün mahiyyətini özündə əks edən filologiya üzrə fəlsəfə doktoru və doçent Şərəf xanım Cəlilini biz bugün Xəzərin sahilinə dəvət etmişik və Xəzərin sahilindən hər birinizə sözün əsl mənasında söz sahibi və mənəvi əxlaq daşıyıcısı olmağa çağırırıq. Şərəf xanım, hər vaxtınız xeyir olsun. Teşekkür ederim sizin de. Sizi xoş gördük burada. Biz artıq sizinlə Xəzərin sahilindən salamlayırıq hər zaman tamaşaçılarımızı. Bu da əbəs yerə deyil. Çünki söz varkən, bizim milli ruhumuz varkən, bizim mənəvi əxlaqımızın daşıyıcısı dediyimiz bir məsləyimiz varkən, bir jurnalistika sahəsi varkən və bu məqamda bir kəsin sözünü dinləmək varkən, o hesab edirik ki, siz ola bilərsiniz. Çünki sizin araşdırmalarınız, sizin bu sahədə gördüyünüz işlər, sizin həm də bilavasitə qələmə sarılaraq və gördüyünüz işlərin nəticəsi olaraq bugün bir fundamental əsərin sahibi kimi buradasınız və biz bugün Nəsir İmanquliyev imzasını xatırlayırıq. Nəsir İmanquliyev Azərbaycan mətbuatında, Azərbaycan söz sənətində, Azərbaycan jurnalistikasında bir ideologiya daşıyıcısıdır və sözdə tapınaraq düşüncə sistemini özündə formalaşdıran bir şəxsiyyətdir. O zamanlar bu o qədər asan deyildi. Bakı və Baku Az qəzetində öz mövqeyini bildirə bilmək, həm də milli məfkurəmizi qoruyaraq öz fikirlərini bildirə bilmək amacı məhz Nəsir İmanquliyev şəxsiyyətinə məxsus oldu. Hörmətli Fəxriyə xanım, əvvələ dəvətə görə təşəkkür edirəm. Ömrünün 22 ilini həm də Nəsir İmanquliyev irsinin tədqiqinə, təbliğinə həsr eləmiş bir ziyalı kimi dəvətə görə təşəkkür edirəm. Amma tale ilə gətirib ki, Nəsir müəllim təkcə mənim müəllimim olmayıb. Nəsir müəllimin ömür yolu mənim araşdırma sahəm olmayıb. Nəsir müəllim həm də mənim müəllimlərimin müəllimi olub. Bu o qədər böyük səadətdir ki, bu səadətə vardıqca insanın gözünün önünə Həsən bəy Zərdabi kimi, İsmail bəy Qaspıralı kimi, Hacı Zeynalabdin Tağıyev kimi dahilər gəlir ki, onlar varını, sərvətini, dövlətin, millətin dirçəlişini həsr edirdilər. Əslində, Nəsir İmanquliyevin irsi Bakı məktəbi, Əkinçi Füyuzat ədəbi məktəblərinin, Molla Nəsrəddin ədəbi məktəbinin davamı olaraq çox dəyərlidir və qiymətlidir. Deyirlər ki, Çar Nikolayın tacgüzarlıq mərasiminə Hacı Zeynalabdin Tağıyev dəvət alır və o dəvətdə Hacı Zeynalabdin Tağıyev təqdim olunarkən protokol nümayəndəsi onu zahiri geyibinə, görkəminə görə təqdim edəndə deyir ki, Tağıyev vəhşi xalqın nümayəndəsi. Tağıyev sərt bir baxışla dönür protokolun nümayəndəsinə baxır, özdə Nikolayın hüzurunda baxır və deyir, mənim xalqım vəhşi deyildi, onun qüdrətli tarixi, zəngin mədəniyyəti vardı. Həmin mərasimdən, yəni tacgüzarlıq mərasimindən dönəndən sonra Hacı Zeynalabdin Tağıyev Kaspi qəzetini Kaspi mətbəəsi ilə birlikdə satın alır, onu Bakıya gətirir. Həsən bəy Zərdabini sürgündən, Zərdabdan Bakıya dəvət edir. Əlimərdan bəy Topçubaşovu qəzetə redaktor təyin edir və bununla da Azərbaycan milli mətbuat tarixində milli mətbuatın, milli məfkurənin təməl prinsipinə çevrilməsi mərhələsi başlayır. Biz Həsən bəy Zərdabidən, onun Şərqdə və Azərbaycanda qurduğu ana dilli ilk mətbu orqandan danışanda hansı qürur hissini keçirir, səadət hissini yaşayırıqsa ki, o sərhədləri yardı, Şərqin ilk demokratik cümhuriyyəti qurulana qədər o, bayaq da qeyd etdim, milli məfkurənin təməl prinsipi olan bir mətbu orqanı qurdu. Amma Cümhuriyyət iflasa uğradılanda, Cümhuriyyət Qızıl Ordunun qırmızı terroruna məruz qalanda, Azərbaycanı sevməyənlər onun azadlığını, hilallı
ulduzlu, üç renkli bayrağını ona çox görənlər düşündülər ki, artıq milli mətbuatın başında duranlar da Milli Cumhuriyyətin qurucuları kimi bir qismi Nargin adasında güllələnib və Sibirə, Türkistana sürgün edilib, bir qismi isə mühacirəti qəbul etmək, Türkiyə və Avropa taleyini yaşamaq məcburiyyətində qalıblar. Amma onlar yanılırdılar. 20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti, yenə də deyirəm, Qızıl Ordunun qırmızı terroruna məruz qaldıqdan sonra yeni tipli mətbu orqanlar yarandı. Həmin mətbu orqanlardan biri Tərəqqi və Yeni Yol idi. Nəsir İmanquliyevin bütün fəaliyyəti Yeni Yol qəzeti ilə başlayır. Gənc işçidə davam edir, Kommunist qəzetində isə zirvəsinə çatır. Hər üç qəzetdə Nəsir İmanquliyev redaktor səlahiyyətinə bərabər məsul katib vəzifəsini öz üzərinə alır. Amma biz bugün Üzeyir bəydən, Azərbaycanın müstəqilliyindən, milli mənlik, milli kimlik tariximizə imzasını atmış tarixi şəxsiyyətlərdən danışırıq. O tarixi şəxsiyyətlərin himayədarı və xilaskarı yolunda böyük işlər görmüş Qulam Məmmədlidən, professor Nəsir İmanquliyevdən az danışırıq. Hamı bilir ki, 1922-ci ildə Yeni Yol qəzeti quruldu. 1939-cu ildə isə ilk ana dilli mətbu orqan Şura hökuməti illərində qurulan ilk ana dilli mətbu orqan bağlandı. Həmin dövrdə tək və yeganə ziyalı qələm sahibi professor Nəsir İmanquliyev idi ki, Bakıda Bağırova, Moskvada Stalinə müraciət edirdi və müraciət bu cümlə ilə başlayırdı. Vışqa və Kommunist qəzeti fəaliyyətini davam etdirir. Vışqa şəhərin rus dilli əhalisinin orqanı olaraq fəaliyyətini davam etdirir. Amma əhalisinin yarısından çoxu Azərbaycanlılardan ibarət olan şəhərin günahı nədir ki, onun ana dilində mətbu orqanı bağlanılır. Siz qeyd etdiniz, o dövrdə bunu etmək cəsarət, ləyaqət iş idi. Bu 39-cu il idi. Hələ repressiyanın burulğanı, dəhşətləri Azərbaycan cəmiyyətindən silinməmişdi. Yeni Yol Nəsir İmanquliyev üçün bir şərəf, ləyaqət məsələsi idi. Çünki o şərəfini, ləyaqətini, qüdrət və əzəmətini Yeni Yolda 1937-ci ildə repressiyanın qılıncının dalının qabağının kəsdiyi illərdə sübut eləmişdi. 1937-ci ildə Koroğlu səhnəyə qoyulur. Səhnəyə qoyularkən onun səhnəyə qoyulmasına mane olan qüvvələr var idi. Erməni daşnaqları Bakıda da, Moskvada da onun səhnəyə qoyulmasına mane olurdular və Böyük Üzeyir bəyi ittiham edirdilər. Cümhuriyyətin himninin müəllifi kimi Azərbaycan qəzetinin bir mərhələ redaktoru olmuş və Azərbaycan qəzetinin redaktoru olan Ceyhun bəy Hacıbəylinin ki, o həm də mühacirətdə idi, qardaşı kimi ittiham olunurdu. Əslində Üzeyir bəy repressiyanın ağzındaydı, repressiyanın bir addımlığındaydı. 1937-ci ilin dəhşətli repressiyaları içərisində Koroğlunun səhnəyə qoyulması əslində Azərbaycan xalqının qəhrəmanlıq, mərdlik, igidlik, həm də cəsarət, ləyaqət simvolu olan bir qəhrəmanın səhnəyə gəlməsi demək idi. Bundan Üzeyir bəy sübut etmək istəyirdi ki, Bolşevik Rusiyasına ki, Rusiya gələnə qədər də Azərbaycanın tarixi qəhrəmanları olub və o qəhrəmanların adına dastanlar yazılıb. Koroğlu səhnəyə qoyulanda, bayaq da qeyd etdim, onun üstünə düşən qüvvələr var idi. Erməni daşnaqları çalışırdı ki, bu əsər səhnəyə qoyulmasın, bu opera səhnə təcəssümünü tapmasın. Amma Nəsir İmanquliyev və Qulam Məmmədli iki tarixi şəxsiyyət Yeni Yol qəzetinin redaktoru və məsul katibi olaraq ciddi bir vəzifəni öz üzərinə alır. Bu, onların üzərinə aldığı vəzifə barədə unudulmaz Üzeyir bəy öz xatirələrində qeyd edir ki, Koroğlunun anşlaqla keçməsində, ona qarşı olan hücumların səlib yürüşünün qarşısının alınmasında Qulam Məmmədlinin Yeni Yol qəzetinin redaktorunun və məsul katib Nəsir İmanquliyevin böyük xidmətləri oldu. Nəsir İmanquliyev xüsusi bülletenlər hazırlayaraq onu tamaşaçılar arasında yaydı və tamaşaçıların cəlb olunmasına nail oldu. Bunu o dövrdə etmək cəsarət və ləyaqət işi idi. Bu xatirənin sahibi, bu fikirlərin sahibi böyük Üzeyir bəy idi. O Üzeyir bəy ki, 37-ci ildə onun himayəyə, qorunmağa, çar cəllatlarının davamçısı olan Bolşevik Rusiyasının əlindən alınmağa ehtiyacı var idi. Nəsir İmanquliyev belə bir ləyaqətin, cəsarətin sahibi olduğu üçün həm də milli mətbuatın memarlarından birinə çevrilə bilirdi.
Həm də Nəsir İmanquliyevin formalaşdıran, Nəsir İmanquliyev dəsti xəttini, ideologiyasını formalaşdıran zaman və daxili prinsipiallıq xüsusiyyətləri idi. O zamanında o daxili prinsipiallığı ilə öz mövqeyini nümayiş etdirə bilirdi. Zaten tarixi şəxsiyyətlərin də şəxsiyyət olması, lider olması bundan irəli gələn xüsusiyyətdir və əbəs yerə deyildi ki, o həm də müharibə mövzularını xüsusi dəsti xətti ilə önə çəkirdi. Hörmətli Fəxriyə xanım, Nəsir İmanquliyev Şəcərə dəftəri tərcümə halı etibarı ilə bir qıraqdan əfşarlara, digər tərəfdənsə qacarlara bağlı qüdrətli bir şəxsiyyət idi. Onun ruhunda, duyğusunda ərk qalası, əlincə, səhənd, savalan var idi. O paralanmış, yaralanmış Arazın o tayından bu tayına gəlmişdi. O tərcümə halında da, yaradıcılığında da bütöv Azərbaycan uğrunda mücadilə etdiyini bilirdi. O yeni yolda da, gənc işçidə də, Kommunist qəzetində də elə bir ciddi siyasət yürüdü ki, o siyasət ancaq məhz müasir Azərbaycanla nəticələnə bilərdi. Nəsir İmanquliyevin 1937-ci ildə Yeni Yol qəzeti ilə bağlı həyata keçirdiyi geniş miqyaslı layihələr onu gənc işçidə və Kommunist qəzetində məsul katib vəzifəsinə qədər yüksəltmişdi. Biz bugün Kommunist qəzetinə sıradan bir qəzet kimi baxa bilərik. Amma o dövrdə o Azərbaycanın Mərkəzi Komitəsinin, yəni ölkənin əsas aparıcı mətbu orqanı idi. Nəsir İmanquliyev burada mətbuat xidmətinə rəhbərlik edirdi sanki ölkədə bir məsul katib olaraq. Ölkənin ictimai-siyasi proseslərinə yön verirdi. Amma 1942-ci ildə müharibənin ən dəhşətli və ağır illərində Nəsir İmanquliyev Güney Azərbaycan missiyasının üzvü olaraq Güney Azərbaycanda nə böyük hadisəni, nə böyük fütuhatı gerçəkləşdirmişdisə, Əziz Əliyev missiyasının tərkibində ki, o tayda həm də Vətən yolunda qəzetində məsul katib vəzifəsini öz üzərinə almışdı. Onun redaktoru isə bizim sonralar xalq yazıcısı kimi yaddaşımıza yazdığımız Mirzə İbrahimov idi. 1941-ci ildə onun Güney Azərbaycandakı fəaliyyətini nəzərə alan Bakıda Bağırov, Moskvada Stalin onu 1942-ci ildə səfərbər edir. İkinci Dünya müharibəsində səfərbər edir. O artıq Krımda döyüşən Krım qəzetinin məsul katibi kimi əskərlərin milli diviziyanın vətənpərvərlik ruhunun təbliğatında bilavasitə iştirak edir. Biz bilirik ki, İkinci Dünya müharibəsində Azərbaycan müharibənin taleyini həll edən əsas amilə çevrilən ölkələrdən biri idi. Təkcə Bakı nefti deyil, Yusif Məmmədəliyevin neftin oktan ədədi, Molotov kokteyli elm sahəsində bir uğur idisə, Azərbaycanın milli diviziyalarının tərkibində səngərlərə sipər olan və onun 300 mini şəhid olaraq milli qəhrəman olaraq SSR-nin ən ali orden medallarına layiq görülmüşdü. Nəsir İmanquliyevin qəhrəmanlığı odur ki, bizim o dövrdə yaranmış məşhur diviziyalarımız 77-ci diviziyanın, 326-cı diviziyanın, 406-cı diviziyanın, 416-cı Taganrog diviziyasının, hansı ki Taganrog diviziyası Mahaçqalanın ətəyində yaradılmışdı. Krımda, Odessada, Simferopolda böyük qəhrəmanlıq dastanı yaratmışdı və onlar həm də Yugoslaviyanın, Sloveniyanın taleyini həll edən aparıcı qüvvəyə çevrilmişdilər. 416-cı diviziya bayrağı Bakıdan çiynini alıb getdisə, Berlində, Reichstaga qədər ucaldı. Nəsir İmanquliyevin böyüklüyü oradadır ki, döyüşən Krım qəzetində bu qəhrəmanların tarixini yaradırdı. O qəhrəmanların fütuhatlarını sözə köçürürdü. Dövrünün böyük qələm sahibləri Zeynal Cabbarzadə, Abbas Zamanov, Rəsul Rıza kimi istedadlı insanlarla tarix yaradırdı. Qələmini süngüyə çevirirdi. Bu onun taleyinin mənə ilə gəlir. Məhz süngü dövrüdür ki, o həm də bununla hərbi jurnalistikanın təməlini qoyurdu Azərbaycanda. Həm də Nəsir İmanquliyevin məhz bugün Azərbaycan mətbuatında, bugün söz sənətində və bugün var olan mənəvi dünyamızda onun ən birinci keyfiyyətlərindən, xüsusiyyətlərindən biri o idi ki, o sözlə məsuliyyətin nə dərəcədə ideologiya üçün güclü silah olduğunun fərqində idi və onu da uğurlu şəkildə məqamında istifadə etməyə bacarırdı. Bilirsiniz, bəzən bunu bilmək olar, bəzən bunu tətbiq də etmək olar, amma zamanında deyilsə, o öz təsirini bağışlamaya bilir. Amma ən doğru və ən düzgün zamanında onları tətbiq edə bilmək və onu cəmiyyətə aşılaya bilmək, bax bu həm də bir zəka
sahibi olmasına dəlalət edə bilir. Şərəf xanım, bizə işarə edirlər ki, qısa bir aramız olacaq. Sizlə bizim mənəvi ruhumuzu, mənəvi bağlantımızı qısa bir ara ayıracaq. Daha sonra bərabər burada olacağıq. Və bugünkü bizim tərəfdaşımız, bugünkü bizim məsləkdaşımız Azərbaycan iqtisadiyyatında, müasir Azərbaycan iqtisadiyyatında öz təməl daşlarını qoyan və bu gün də Azərbaycana öz töhfələrini verən Tayqa şirkətləridir və onun bir nümunəsi olan Hacı çayları bugün bizim həm də ağız dadımızı oxşayır. Əzizim, çay Azərbaycanın təkcə nemətlərindən yox, simgəsi, bəlgəsi olan müqəddəsliklərindən biridir. Təşəkkür edirik biz sizə. Ümid edirik sizin də ağız dadınız məhz buna uyğundur. Qısa bir aramız var əziz tamaşaçılarımız. Nəsir İmanquliyev işığı, Nəsir İmanquliyev mənəviyyatı, Nəsir İmanquliyev qələmi və mətbuat əxlaqı və düşüncə sistemi və ideoloji baxış. Bugün biz məhz bu barədə danışırıq və bizim qonağımız filologiya üzrə fəlsəfə doktoru, dosent Şərəf xanım Cəlilidir. Qısa aradan sonra buradayıq. Reklamlarımız bitdi, əziz tamaşaçılarımız. Xəzərin sahilindən salamlayırıq sizi. Xəzərin sahilində filologiya üzrə fəlsəfə doktoru, dosent Şərəf xanım Cəlili bizimlədir. Araşdırmaçı, jurnalist Şərəf xanım Cəlili bugün bizə Nəsir İmanquliyev ömrünün səhifələrini vərəqləyir və Mətbuat Fədaisi adlı çox dəyərli bir kitabın həm də müəllifidir Şərəf xanım. Və Şərəf xanım, həqiqətən burada yazılan bir söz bizim hər birimiz üçün, müasir jurnalistikada hər birimiz üçün bu bir lozunqa çevrilməlidir. Bu bir meyara çevrilməlidir və bu bir şüar olmalıdır. Çünki biz cəmiyyəti keçmişdən gələcəyə aparan bir körpüyük. Əgər bu körpü sağlam olarsa, əgər bu körpü doğru olarsa, biz gələcəyə buradan zəmanətlə qazanmış oluruq. Amma biz keçmişi gələcəyə daşıya biləcək körpü ola bilmiriksə, onda demək ki, biz gələcəyimizi də itirə bilirik. Və bu möhtəşəm və bu mükəmməl araşdırmanın içərisində bu cümləni, bu frazanı üz qabığına qoymaq biz jurnalistlər üçün bir mesajdır həm də. Yazılır, çalışın imzanızın məsuliyyətini dərindən dərk edin. Heç olmasa düşünün ki, hardasa sizi bir nəfər oxuyur. Bax, o oxucu naminə yalan danışmayın, yalan yazmayın və insanları aldatmayın. Bəli, bugün hər bir kəsin cəmiyyətimizdə, sosial vəziyyətdə və hər bir kəsin doğru düzgün informasiyaya və doğru düzgün məlumata böyük ehtiyacı var. Çünki indi bu sfera təkcə qələm kağızın üzərində yazılan mürəkkəb deyil. Artıq o mürəkkəb sistemindən çıxmış və çoxşaxəli formada təqdim oluna bilir. Hətta platformalar dəyişir. Biz Bakı Az qəzetindən danışırıq. Bugün Bakı və Baku Az saytı fəaliyyət göstərir və o layiqli davamçı olaraq bugün Azərbaycana doğru düzgün müsəlləh bir əskər kimi xəbərlərini daşımaqda, xəbərlərini çatdırmaqda davam edir. Bu odur ki, bizim gələcəyə aparan körpümüzün təməlinin möhkəm olmasına dəlalət edən bir səbəbdir. Və Nəsir İmanquliyev dürüstlüyə, düzgünlüyə, mənəvi əxlaqa və qələminə sadiq olmağa hər zaman insanları səsləyirdi. Şərəf xanım, onun üçün jurnalistika və onun üçün məhz jurnalistikada gələcəyə və eyni zamanda ətrafına aşladığı birinci səbəblər nə idi? Onun üçün redaktor məktəbi, onun üçün xəbərin arxasında dayanan məsuliyyət yükü və onun üçün cəmiyyətin danışan səsi, yazan gözü ola bilmək düşüncəsi. Hörmətli Fəxriyə xanım, mən Nəsir İmanquliyevlə bağlı fikrimizi davam elətdirəndə onun ən əziz nəvələrindən biri akademik Nərgiz xanım Paşayevanın bir fikri ilə söhbətimizi davam etdirmək istəyirəm. Xanım Nərgiz Paşayeva deyir ki, olur ki, çox böyük jurnalist olursan. Özündən sonra çox sayılı məqalələrin, oçerklərin, kitabların qalır. Amma ikinci ilə bir jurnalist yoxdur ki, bir mətbu orqanın təməlini qoysun, onun peşəkar kollektivini formalaşdırsın, ona 30 il rəhbərlik etsin və hər həftə sevilən 12 nömrəsi ilə özü də 2 dildə işıq üzü görən
nömrəsi ilə oxucuların görüşünə gəlsin. Əslində bu Nəsir İmanquliyev irsini bir redaktor kimi, təşkilatçı redaktor kimi etibar edən ən gözəl kəlamlardan biridir. Amma talih ilə gətirib ki, Nəsir İmanquliyev əyilməzliyi, ötkəmliyi və ictimai siyasi siması ilə dövlətin aparıcı simalarından birinə çevrilib. Baxın, Nəsir İmanquliyevin tərcümə halını vərəqlədikcə bütün arxiv sənədləri eyni faktları sübut edir. Nəsir İmanquliyev birinci şəxsi, Azərbaycanın birinci şəxsi Mircəfər Bağırovun etimadını qazanaraq Bakıdan Güney Azərbaycan missiyasına göndərilir. Bu etimad elə-belə etimad deyildi. Mircəfər Bağırov üçün də doğma adam deyildi Nəsir İmanquliyev. Sıradan bir fiqur olmadığından, ötkəmliyi, əyilməzliyi və qələminin qüdrəti ilə tarix yarada bilmək simasına malik olduğundan o Güney Azərbaycan missiyasının tərkibində Güney Azərbaycana göndərilir. Əziz Əliyevin aparıcı fiqurlarından biri kimi Azərbaycanın milli mənəvi dəyərlərinin orada təbliğinə xidmət göstərir. Əziz Əliyev Rıza Şah Pəhləvi ilə görüşəndə Rıza Şah Pəhləvi bu tayların, yəni şurəvilərin oradakı fəaliyyətinə etirazını bildirir. Çünki buradan gedən nümayəndə heyəti orada məktəb açırdı, qəzet açırdı, səhiyyə şöbələri yaradırdı. Həmin məqamda Əziz Məmməd Kərimoğlu Əliyev Rıza Şah Pəhləviyə cavab verir. Güney Azərbaycan bizim tarixi torpaqlarımız, burada yaşayanlar qan qardaşlarımızdır. Onların sağlıq, ana dili və mətbuat məsələləri bizi qayğılandırır. Baxın, oradakı mətbuat məsələlərinin başında 3 əsas sima dayanır. Mirzə İbrahimov, Nəsir İmanquliyev, Qulam Məmmədli. İkinci Dünya müharibəsində də artıq Nəsir İmanquliyev Bağırovun seçdiyi kadrlardan biri kimi ön cəbhəyə göndərilir. Milli diviziyanın fəaliyyətini, daha doğrusu milli diviziyaların fəaliyyətini təbliğ etmək üçün, SSR-yə, Stalinə, Jukova, Molotova sübut etmək üçün ki, Azərbaycanın qüvvələri burada səngərdə vətən üçün savaşır, ümumi maraqlar üçün döyüşür. Amma Nəsir İmanquliyevin həyatının ikinci mərhələsi daha maraqlıdır. Müharibədən qayıtdıqdan sonra Nəsir İmanquliyev Kommunist qəzetində yenidən cəbhədən məktublar adında bir rubrika yaradır. Yenə də Kommunist qəzetini, buradakı məsul katib vəzifəsini ön cəbhə ilə arxa cəbhəsinin körpüsünə çevirir. Bu fəaliyyəti Bağırovu məcbur edir ki, onu Mərkəzi Komitədən əvvəl Bakı Şəhər İcra Hakimiyyətinə, indiki dillə, amma o vaxtki dillə Bakı Şəhər Sovetinə Təbliğat Təşviqat İdarəsinə rəis təyin edir. Onu Ali Partiya məktəbinə oxumağa göndərir. Bu bəlkə də bugün sıradan bir faktlardır, amma onu ölkənin birinci şəxsindən qazanmaq, özdə Bağırov kimi bir şəxsindən qazanmaq elə-belə deyildi. Həm də o dövrlər çox həssas dövrlər. Bununla yanaşı, o Ali Partiya məktəbinə getdiyi ərəfədə Bağırovun təkrar bir təqdimatı ilə o Bakı Dövlət Universitetinə, o zamanki Azərbaycan Dövlət Universitetinə eksterni yolla Filologiya fakültəsinə qəbul olur. Jurnalistika fakültəsi yarananda isə əsas müəllim olaraq ora göndərilir və ikinci ciddi bir fakt yenə də Bağırovun təqdimatı ilə Mərkəzi Komitəyə Təbliğat Təşviqat şöbəsinə öncə müdir müavini, sonra müdir təyin olunur. Amma Nəsir İmanquliyevin bu ötkəmliyi, əyilməzliyi ondan sonra sıradan çıxarılmır, onun üstünə qara kölgə pərdə salınmır. İmam Mustafayevin dövründə Nəsir İmanquliyev taleyinin daha ləyaqətli bir mərhələsi üçün ölkənin birinci şəxsindən təqdimat alır. İmam Mustafayev Nəsir İmanquliyevi, yəni Mərkəzi Komitənin Təbliğat Təşviqat şöbəsinin müdirini dəvət edir və ona bir tarixi cümlə işlədir. Moskvadan bizə şikayət gəlib, Mərkəzi Komitədən qərar da budur ki, Bakıdan ermənilər Moskvaya şikayət məktubları, anonim məktublar ünvanlayırlar və yazırlar. Radionu nə vaxt açırsan, rast gəlirsən. Erməni dili və mədəniyyəti sıxışdırılır. Və İmam Mustafayev Nəsir müəllimə deyir ki, istəyirəm gedib Radio İnformasiya İdarəsinə rəhbərlik edəsən, onların cavabını bildiyin kimi verəsən. O da o cavabı layiqincə verdi. Milli musiqimizə, milli mədəniyyətimizə, xüsusi dəsti xəttini, öz möhürünü vurmağı bacardı. O muğamlarımızın qorunmasında böyük müstəsna işlər. İmam Mustafayev Nəsir müəllimlə bağlı bu kitabda qeyd olunur o xatirə. İmam Mustafayev rəhmətli Nəsir İmanquliyevlə bağlı xatirəsində qeyd edir. Mən bu sözü deyəndə Nəsir İmanquliyev özünə məxsus bir təbəssüm göstərdi. O təbəssümün səsi sonra çıxdı. Özü də çox bərk çıxdı.
çıxdı. O radioya çatan kimi oxutar, səni kim unudar radio müsabiqəsi təşkil etdi. O müsabiqədən çıxan tarixi simalar, ustad sənətkarlar 1959-cu ildə Moskvada keçirilən Azərbaycan 10 günlüyündə dekadada Azərbaycanı təmsil etdilər. Nəsir Manquliyev sıradan bir tarixi şəxsiyyət, qələm sahibi jurnalist deyildi. O ictimai siyasi xadim idi. Bu səbəbdən də o qələmə də, jurnalistika məsələlərinə də məhz siyasi bir məbədin aynası kimi baxırdı. Baxın, Nəsir Manquliyev Radio İnformasiya Baş İdarəsinə rəis olanda tarixdə ilk dəfə Azərbaycan Radiosunun tarixində ilk dəfə ki, bu il həm də Azərbaycan Radiosunun 100 illiyini qeyd edirik. 100 illik tarixdə ilk dəfə Azərbaycan Radiosunda futbol şərhləri ana dilində auditoriyaya, dinləyicilərə təqdim olunur. Oxutar səni kim unudar radio müsabiqəsi keçirilir. Rus ədiblərinin əsərləri Azərbaycan türkçəsində, Azərbaycan ədiblərinin əsərləri rus dilində dinləyicilərə çatdırılır. Ən əsası Nəsir Manquliyev sonralar bizim ekran efir kimi tanıdığımız qəzeti, yəni teleradionun ilk mətbu orqanının təməlini qoyur radio proqramı adında. Onu Moskvada qeydiyyata aldırır və üstəlik kağız materialını alıb Azərbaycana, Bakıya gətirir. Bu Nəsir Manquliyevin həyatında Yeni Yol, Gənc İşçi, Döyüşən Krım, kommunist qəzetlərindən sonra bir mərhələ idi ki, Nəsir Manquliyev məhz təşkilatçı redaktor kimi jurnalistikanın problemlərini həll etmirdi. Həm də o mətbu orqanları qururdu ki, o mənsub olduğu milləti və məmləkəti milli məfkurədən milli dövlətçiliyə gətirir. Və həm də onun şəxsi keyfiyyətləri, bilirsiniz, güclü xarakterə sahib olmaq və siz dediyiniz bu yenilikləri, bu ilkləri yarada bilmək və onun da qarşı tərəfdən uğurlu qəbul olunmasına nail olmaq həm də onun şəxsi keyfiyyətlərinin göstəricisi idi. Hörmətli Fəxriyə xanım, bayaq qeyd etdim. Nəsir Manquliyev əyilməzliyinə, ötkəmliyinə və peşəkarlığına görə Mirzəcəfər Bağırov üçün nə qədər qiymətli tarixi şəxsiyyət idisə, İmam Mustafayev ondan sonraki mərhələdə də akademik İmam Mustafayevin siyasi hakimiyyəti dövründə də o dərəcədə qiymətli bir şəxsiyyət oldu. Radio İnformasiya Baş İdarəsinə rəis təyin olundu. Nəsir Manquliyevin dəyərinin, yəni qüdrətinin, əzəmətinin aynasına çevrilən bir tarixi şəxsiyyət isə milli dövlətçilik tariximizdə İmam Mustafayev oldu. Azərbaycanın birinci katibi təyin olunduğu halda həmin dövrdə SSR-nin bütün ölkələrində axşam qəzetləri işıq üzü görməyə başladı. Və Moskvada da, Leningradda da bu qəzetlər işıq üzü görürdü. Və Nəsir Manquliyevin 19 illik mücadeləsindən sonra nəhayət ki, Azərbaycana, Bakıya xəbər gəldi şəhər qəzetinin qurulması üçün. Baxın, artıq Nəsir Manquliyev Radio İnformasiya Baş İdarəsinin mərhələsini aşıb teleradio verilişləri komitəsi yaranıb. Nəsir Manquliyev radio üzrə sədr müavini təyin olunub. Yəni onun kifayət qədər yüksək vəzifəsi var. Amma İmam Mustafayevin də, Şıxəli Qurbanovun da ədalət hissinə baxın. Moskvadan cavab gələndə ilk dəvət etdikləri adam Professor Nəsir Manquliyev olur, teleradio verilişləri komitəsinin sədr müavini. Bu ideya sənin idi, onu qurmaq da sənin haqqın idi. Bakı bizim üçün sevimli şəhərdir. Baş şəhərimizdir. Bizim milli dövlətçilik tariximizdə Təbrizin və Bakının yeri ayrıca olub, məqamı ayrıca olub. Amma Bakının tarixini yazan Sara xanım Aşurbəylidən, Bakının nəğmələrini yaradan Rəşid Beypudovdan, Tofiq Quliyevdən olmadığı kimi, Bakının aynasını yaradan Nəsir Manquliyevdən də olmayıb. Məhz İmam Mustafayevin, məhz Şıxəli Qurbanovun, məhz Vəli Axundovun təqdimatı ilə pillə-pillə irəliləyən Nəsir Manquliyevin tərcümeyi halında Bakı Professor Nərgiz xanım Paşayevanın dili ilə desə yeni mərhələyə qədəm qoyur. O elə bir sükanın arxasına keçir ki, o media və kommunikasiya vasitələrində hadisəyə çevrilir. Bakı qəzeti qurulanda 1958-ci il yanvarın 10-da Bakıya meydan oxuya biləcək mətbu orqanlar var idi. Tirajı 200 min, 400 min arasında olan Vışqa var idi, Kommunist var idi, Bakraboçi var idi. Bunların sırasında Bakını Bakı etmək, mətbu orqanların aparıcı simalarından birinə çevirmək çox çətin idi. Nəsir Manquliyev bunu etdi. 62 mənəvi əskəri ilə, biri-birindən qiymətli qələm sahiblərindən. Baxın, onun məktəbini keçən çox qiymətli
mətbuat fədailəri var, eynən Nəsir müəllim kimi. Şamil Şahməmmədov, Şamil Qurbanov, Cabir Novruz, Şaban Şabanov. Bunlar o qədər qiymətli bir qələm sahibləri idi ki, dövrün aynasını yaradırdılar. Biz Cəmşid Əmirovun əsərlərini oxuyurduq, biz Qılman İlkini oxuyurduq, bizim hər birimiz Nüsrət Kəsəmənlini oxuyurduq. Amma bizim hər birimiz bu böyük şəxsiyyətlərin, qələm sahiblərinin bir şamın işığına pərvanə olduğunu bilmirdik. Nəsir İmanquliyevin əzəməti isə oradaydı ki, o Bakı qəzetini həm də Fazil Rəhmanzadə kimi, Zemfira Məhərrəmli kimi, Ağa Hüseyn Hüseynov kimi qiymətli qələm sahiblərini yığırdı. O əsgərlərə güvənirdi ki, onlar sərkərdənin üzünü ağ eləmirdi. Bax, elə liderində böyüklüyü və liderində lider olmasının ən birinci xüsusiyyətlərindən, hətta keyfiyyətlərindən deyərdik ki, odur ki, o seçməyə bacarırdı və seçdiklərinə sahiblənməyi bacarırdı və onlara işıq açmağı bacarırdı. Bakı gözəl Bakımızdan danışdınız. Xəzərin sahilindəyik və Bakımızın dilbər köşəsinin tam da mərkəzindəyik və bizi bir-birimizdən ayıracaq zamanın kiçik dəqiqələrinə güvənək və çox kiçik dəqiqələrdən, çox az bir zamandan sonra yenidən burada olacağıq. Əziz tamaşaçılarımız, qısa bir aramız var, reklamlardır. Reklamlardan sonra biz yenidən buradayıq. Çünki bizim mövzumuz Nəsir İmanquliyev mövzusudur. Bu mövzu sözün əsl mənasında böyük tədqiqat tələb edən bir işdir. Hər zaman Şərəf xanım söyləyirəm, insanlar bir abidədir, tarixi abidədir. Necə ki biz toponimlərimizi, necə biz etnoqrafik müəyyən əsərlərimizi tədqiq edirik və tarixi şəxsiyyətlərin tədqiqatı və sizin gördüyünüz o müqəddəs missiya bugün bizə dəyərli milli mirasdır və dəyərli milli xəzinəmizdir ki, bu insanlar əsl mənəviyyat abidəsidir. Bəli, qısa aradan sonra biz bu mənəviyyat abidəsinin daha gözəl bir xüsusiyyətlərini təhlil edəcəyik. Reklamlarımız bitdi, əziz tamaşaçılarımız. Yenicə qoşulan bütün tamaşaçılarımızı salamlayırıq. Xəzərin sahilindən sizi salamlayırıq. Hər birinizə Xəzər qədər, ümman qədər geniş, gözəl, sonsuz məhəbbət arzu edirik. Bu məhəbbət sözə güvənir, bu məhəbbət hissə güvənir. Bu məhəbbət sözün əsl mənasında bir ideologiyaya güvənir. Biz varıqsa, biz nəfəs alırıqsa, biz düşünürüksə, biz mənəvi düşüncələrimizi zənginləşdirməyi özümüzə bir missiya seçiriksə, demək ki, biz varıq. Bir xalq kimi, bir millət kimi, bir ölkə kimi və bir vətəndaş kimi. Bugün ölkəsinə, vətəninə layiqli vətəndaş olan, öz qələminə sarılaraq müsəlləh əsgər kimi mücadilə aparan və bugün də artıq sərkərdə olaraq bizim mövzu müzakirəmizin əsas qayəsi olan Nəsir İmanquliyevdən danışırıq. Və Nəsir İmanquliyev şəxsiyyətinin tədqiqatçısı, araşdırmacısı və Azərbaycan milli mətbuatında, eyni zamanda Azərbaycan söz sahəsində öz dəsti xətti olan və layiqli davamçılardan biri Şərəf xanım Cəlili bugün bizimlədir. Onun sözünün ahəngindəyik, onun ruhunun ahəngindəyik, onun gözünün işartısındayıq, nəfəsinin istisindəyik biz bugün. Və Şərəf xanım filologiya üzrə fəlsəfə doktorudur, dosentdir və bu mükəmməl kitabın, əsərin müəllifidir. Və biz Nəsir İmanquliyevi bugün xatırlayırıq. Çünki bunun sözün əsl mənasında haqqı çatan bir məqamdayıq. Bakıdayıq, Bakının mərkəzindəyik. Baku, Bakı Az qəzetinin yaradıcısı və bugün də o missiyanın layiqli davamçılarından biri olan Şərəf xanım həm Nəsir İmanquliyevin davamçısıdır bugün, həm də tədqiqatçısıdır və həm də Şərəf xanım, bax, siz danışdıqca onun görünən və görünməyən tərəflərinin və bir şəxsiyyətin nə qədər mübariz və o dövrlərdə onu edə bilmək, o dövrlərdə o qədər doğru, düzgün, dəqiq bir taktiki gedişlə sən bunu etməliydin ki, sən buna nail ola biləydin. Bax, ona nail olmağı bacardı Nəsir İmanquliyev. Hörmətli Fəxriyə xanım, sizin də qeyd etdiyiniz kimi Nəsir müəllimin tərcümeyi halında Koroğlunun, Üzeyir bəyin müdafiəsi ilə bağlı atdığı cəsarətli addım
nə qədər dövlətçilik tariximizdə, milli mənəvi dəyərlər tariximizdə dəyərlidir, qiymətlidirsə, Nəsir İmanquliyevin Döyüşən Krım qəzetində gördüyü işlər milli diviziyamızın tarixinin yaranması ilə, yazıya alınması ilə bağlı o qədər dəyərlidir. Amma Nəsir İmanquliyevin Oxutar, Səni Kim Unudar muğam müsabiqəsini təşkil etməsi təkcə Bakı ermənilərinin yox, erməni daşnaqlarının Moskvada himayədarı olan qüvvələrin üstünə yerimək deməkdir. Bu səbəbdən də Nəsir İmanquliyevlə bağlı bütün xatirələri vərəqlədikcə hər bir xatirəyə bir fikir, bir düşüncə hakim kəsilir. O cəsarətin, ləyaqətin, ötkəmliyin və əyilməzliyin nümunəsidir. Amma bütün dahilər, istedadlı insanlar kimi Nəsir müəllimin ömrünün son illəri ağrı və kədər içərisində keçdi. Moskvada Qarbaçov perestroykasının, Dağlıq Qarabağda, Azərbaycanda 20 yanvar dəhşətləri zamanı, Qərbi Azərbaycan deportasiyası zamanı gerçəkləşdirdikləri bütün faciələr zamanı ulu öndərimizin üstünə gələn qüvvələr Bakıda, Azərbaycanda həm də onun doğmalarının, ailə üzvlərinin, onunla qohumluq bağına bağlı olan insanların üstünə yeridilər. O insanlardan biri unudulmaz Nəsir İmanquliyev idi. 30 il qurduğu, təməlini qoyduğu, rəhbərlik etdiyi, şəhərin və ölkənin aynalarından birinə çevirdiyi mətbu orqanın rəhbəri, Bakının redaktoru birdən xalq düşməninə çevrildi. Çağırdılar, bir anın içərisində ərizə yazdılar və qocalığı ilə bağlı ərizə yazdırdılar. Hətta ora bir ünvan qoydular. O dövrdə bu cəsarətli, ləyaqətli addımın atılacağı bir ərəfədə ancaq Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin kollektivi Akif Rüstəmlinin rəhbərliyi ilə müəllim Nəsir İmanquliyevin arxasında dağ kimi dayandı. Nəsir İmanquliyev Bakıdan getdi. Amma bugün Bakı davam edir. Çox hörmətli şəhərimizin rəhbəri cənab Eldar Əzizovun iradəsi ilə, onun aparatının, humanitar siyasət şöbəsinin, beynəlxalq əlaqələr şöbəsinin rəhbərliyi ilə bugün Bakı qəzeti onlayn rəqəmsal rejimdə fəaliyyətini davam etdirir. Dəniz Məmmədli kimi, Xanım Aydın kimi, Hacı Cavadov kimi qiymətli ziyalılar var. Elvin Camalov kimi qiymətli qələm sahibləri var, Fatih müəllim var, Səttar müəllim var. Mən də onların bir həmkarı kimi burada ömrünü Şama pərvanə edən bir ömür sürürəm. Amma gerçək olan həqiqət odur ki, Nəsir İmanquliyevin təqdimatı ilə onlarla yox, yüzlərlə jurnalist fəxri ada layiq görüldü. Nəsir İmanquliyev fəxri ada ömrünün son illərində layiq görüldü. Çünki onun adda, mükafatda gözü yox idi. Adda, mükafat da Nəsir İmanquliyev imzasının özü idi. Həm də Nəsir İmanquliyevin belə bir fikir də var ki, onun üçün ən dəyərli meyar onun ailəsidir və onun üçün ən ali mükafat onun cəmiyyətə yetişdirdiyi övladlar idi. Hörmətli Fəxriyə xanım, siz onu düz qeyd edirsiniz. Nəsir müəllimlə bağlı, yəni artıq aforizmə çevrilən, onun dilindən çıxan bir neçə qiymətli kəlamlar var. Yazı yazın, səs salıb biz kimi cingildəsin. Jurnalist dəqiq, qərəzsiz, vicdanlı olmalıdır. Jurnalist dəqiq, qərəzsiz, vicdanlı olmalıdır, ürəyinin səsinə qulaq asmalıdır. Ruhunu kiminsə pul kisəsindən asmamalıdır. Bu, bugünün gerçəyidir. Amma Nəsir İmanquliyevin iki tarixi kəlamı da var idi. O, hər səhər redaksiyaya gələndə bir cümlə işlədərdi. Bura iş görənlər idarəsidir, iş verənlər idarəsi deyil. Yəni, işləyin. İşləyin, çörəyinizi halal qazanın. İşləyin, qələminizlə vətənə, dövlətə, millətə, məmləkətə xidmət edin. Amma Nəsir müəllimin tarixi bir cümləsi də var idi. Mənim 2 evim, 2 ailəm var. Biri Bakı qəzetinin redaksiyası, digəri yaşadığım ailədir. Hər ikisi mənim üçün doğmadır, əzizdir. Hamı deyir Nəsir İmanquliyevin şah əsəri Bakı və Baku qəzetləridir. Amma Nəsir İmanquliyev şəxsiyyətini yaxından tanıyanlar, onun irsinə bələd olanlar bilir ki, Nəsir İmanquliyevin şah əsəri təkcə Bakı və Baku qəzetləri deyil. Nəsir İmanquliyevin şah əsəri dünyanı bivaxt tərk edən, fəqət bəşəri dəyərlər tarixinə, sivilizasiyaların, mədəniyyətlərin dialoquna töhfələr vermiş,
Ərəb məşər ədəbiyyatının dünyada ilk qadın tədqiqatçısı, Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru professor Aida xanım İmanquliyevadır. Nəsir İmanquliyev xoşbəxt bir ataydı. Eyni zamanda Nəsir İmanquliyev xoşbəxt bir babadır. O hər iki nəvəsinin, sevimli Mehriban xanımın və Nərgiz xanımın əlindən tutar, onlar körpə olanda teatr tamaşalarına gələrmiş. Tədbirlərə, rəsmi dövlət tədbirlərinə gələrmiş və onları təqdim edəndə deyirmiş ki, mən iki qız nəvəmə oğul kimi baxıram. Onlar mənim qolum, qanadımdır, mən o qanadlarla uçuram. Baxın, o qanadlar bugün Azərbaycanı göylərə qaldırır. Milli mənəvi dəyərlərimizin təbliğatçısına çevrilir. Nəsir İmanquliyev oxutar səni kim unudar muğam müsabiqəsini keçirdi. Unudulmaz Mircəlal yada satmaram deyib Yusif Züleyxaya sahib çıxdı. Bugün akademik Arif Paşayev Uçan Xalçanın arifanə dünyasını yaşayır. Milli Aviasiya Akademiyasına rəhbərlik edir. Bugün Azərbaycan muğamları, Azərbaycan xalısı dünyanın maddi mədəni irsi siyahısına yazılıb. Amma mən Nəsir İmanquliyevi düşünəndə çox sevə-sevə işlətdiyim bir cümləni xatırlayıram. Orxun Yenisey abidələrində, Orxun Yenisey dünyasında var. O həm də bizim unudulmaz yazıçımız Əzizə xanım Cəfərzadənin məzar daşına yazılıb. Dilinizi, millətinizi, qeyrətinizi qoruyun. Nəsir İmanquliyev özünün əzəməti, ötkəmliyi, peşəkarlığı ilə dilimizi, millətimizi qoruyan, qeyrətimizi çəkən tarixi şəxsiyyətlərdən idi. Təşəkkür edirik biz sizə Mən sizə Şərəf xanım. təşəkkür Çox sağ olun. Bizə bu dəyərli dəqiqələri bəxş etdiniz və Nəsir Siz sağ olun. İmanquliyev şəxsiyyətinin tədqiqatçısı kimi bizə həqiqətən hər zaman dönə-dönə deyə biləcəyimiz və hər zaman bunu gələcək nəslə də əxs edə biləcəyimiz bir missiyanı siz bizə xatırlatdınız. Biz Nəsir İmanquliyevin ailə ənənəsindən danışdıq və biz bilirik ki, Nəsir İmanquliyevin həm də ailəsində, süfrəsinin ətrafında əzizlərini yığıb özəl günləri qeyd etmək kimi gözəl bir ailə adəti var idi və bax bunun da davamçıları, bunun da biz olaraq ailə dəyərlərimizi qorumaq, biz olaraq süfrə mədəniyyətimizi qorumaq, biz olaraq milli kökümüzü qorumaq missiyasını həm də özümüzdə daşıyırıq.